Bakı Slavyan Universitetində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycanın Milli Elmlər Akademiyasının 80 illik yubileyindəki çıxışından irəli gələn məsələlərin müzakirəsinə həsr olunmuş tədbir Qərbi Azərbaycan məsələsi təhsildə və elmdə mövzusunda dəyirmi masa keçirildi. Universitetin rektoru Anar Nağıyev, Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri Millət Vəkili Əzzəl Əkbərli, Milli Məclisin üzvləri Şahin İsmayılov, Hikmət Baboğlu, Atatürk Mərkəzinin direktoru Akademik Nizami Cəfərov, Akademik Abil Məhərrəmov, Professor Mahirə Hüseynova və başqaları çıxış edərək Qərbi Azərbaycana qayıdışın oranın köklü sakinləri olmuş soydaşlarımızın yenidən öz doğma yurtlarına dönmək arzusunun gerçəkləşdirilməsi üçün vacib olan işlərdən danışdılar. Əslində qalanda bizlə qonşuluqda və iç-içə yaşayan xalqların xoşbəxtliyidir ki, Azərbaycan xalqı kimi bu qədər humanist, bu qədər tolerant, bu qədər qonşularla dostluq, qardaşlıq münasibəsində ömrü boyu yaşayan bir xalqla yanaşı yaşayırlar və qonşuluqdadır. Bu qədim yurd yerlərində ermənilərin 1988-ci ildən bəri o torpaqların köklü sakinləri olan əhalinin yenidən yurda dönüşünün təmin edilməsinin vacibliyini vurğuladılar. Qərbi Azərbaycan torpaqlarında qalan maddi, mədəni, tarixi dəyərlərimizi məhv etməklə irsimizi silməyə çalışan ermənilərin son vaxtlar daha da fəallaşdıqlarını vurğuladılar. Tədbir iştirakçıları öz çıxışlarında Qərbi Azərbaycanla bağlı araşdırmaların elmi əsaslara və təkzib olunmaz faktlara söykəndiyini vurğuladılar. Bu işə tanınmış alim və mütəxəssislərlə yanaşı gənc tədqiqatçıların da böyük maraq göstərdiklərini qeyd etdilər. Daha Qərbi Azərbaycan məsələlərinin təbii ki, bütün milli kimlik məsələlərinə həsr olunmuş tədbirlərdə, tədqiqatlarda Qərbi Azərbaycan ayrılmaz bir komponentdir. Bunları da Bakı Slavyan Universitetində belə deyək, çalışırıq ki, əhatə edək. Və qeyd elədiyim Yeni Dövrün Azərbaycanı konferansında hər il biz bir istiqamətimizi həm bölüm olaraq, həm də panel olaraq Qərbi Azərbaycan həqiqətlərinə belə deyək, həsr edirik. Həmçinin bildirildi ki, Bakı Slavyan Universitetində Qərbi Azərbaycan Tədqiqat Mərkəzi fəaliyyət göstərir. Gənclər qədim yurd yerlərimizin tarixini, əsrlər boyu yurd yuva salmış soydaşlarımızın zaman-zaman üzləşdikləri ciddi problemlərə baxmayaraq yenidən öz yurtlarına qayıtmaq ümidlərini heç vaxt itirmirlər. Tədbir iştirakçıları Qərbi Azərbaycan həqiqətlərini dilə gətirən filologiya elmləri doktoru, tanınmış dilçi, alim, əməkdar elm xadimi Həsən Mirzəyevi də ehtiramla yad etdilər. Rektor qeyd etdi ki, görkəmli alimlərin xatirəsini əbədiləşdirilməsi, onların həyat fəaliyyətinin gənc nəslə tanıdılması üçün universitetdə tez-tez müxtəlif tədbirlər keçirilir və Həsən Mirzəyevin həyat və fəaliyyətini əks etdirən məlumat xarakterli xatirə lövhəsi də universitetin fayesini bəzəyəcək.